Salam əziz tamaşaçılar. Xalq qəzetinin internet televiziyası Xalq TV efirdədir. Bugünkü müsahibim Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru İbrahim Bayramovdur. İbrahim müəllim, verilişimizə xoş gəlmişsiniz. Təşəkkür edirəm dəvətiniz üçün, minnətdaram. Verilişiniz də xeyirli uğurlu olsun. Çox sağ olun. Bizim verilişimizin xüsusi bir bölməsi var Qərbi Azərbaycanla bağlı. Siz özünüz Qərbi Azərbaycanda doğulmuşsunuz. O qədim yurdun övladlarından birisiniz. İstərdim əvvəlcə tamaşaçılarımız sizi, yeni deyirəm, bizim ziyalılar, böyük pedaqoji müəllim heyəti sizi Qərbi Azərbaycanlı kimi tanıyır. Amma Qərbi Azərbaycanda mən istərdim doğulduğunuz torpaqla bağlı. Mətləb bir anlıq bir o yerlərə, o ellərə özünüzün nəzərinizi salasınız. Azərbaycanın bir parçası olan, ayrılmaz bir parçası olan, tarixi Azərbaycan torpağının bir parçası olan Qərbi Azərbaycan bugün Azərbaycan şünaslıqda, Azərbaycan ictimai mühitində diqqətdə duran bir məsələdir. Və onu da qeyd etmək istərdim ki, Qarabağ işğal altında olanda hər birimiz cənublu, şimallı, Bakılı, Şəkili, Qərbi Azərbaycanlı, Naxçıvanlı hər birimiz Qarabağlıydıq. Bugün isə yenə yerindən, yurdundan, doğulduğu məkandan asılı olmayaraq hər bir Azərbaycanlı Qərbi Azərbaycanlıdır. Doğrudan da Qərbi Azərbaycan Azərbaycanın bir parçası olmaqla eyni mənim üçün doğma yurdumdur. Mənim üçün daha mərhəmdir. Siz çünki o torpaqlarda doğulmuşsunuz. Mənim uşaqlığım, gəncliyim Qərbi Azərbaycandan keçir. Mənim özüm əslən Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Toğulca kəndindənəm. O kənddə doğulmuşam, böyümüşəm. Toğulca kənd orta məktəbini qurtarmışam. Ali təhsilimi Qədim Azərbaycan şəhəri İrəvanda almışam. Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin Filologiya fakültəsini qurtarmışam. Deməli, Qərbi Azərbaycanın hər bir daşı torpağı mənim yaddaşıma əbədi həkk olunub. Ali məktəbi bitirdikdən sonra taleyim yenə özümün doğulduğum kəndlə bağlı, Toğulca kənd orta məktəbi ilə bağlı olmuşdur. O məktəbdə müəllim işləmişsiniz? Bəli, Toğulca kənd orta məktəbində Azərbaycan ədəbiyyat müəllimi işləmişəm. Sonra həmin məktəbin məktəb direktoru olmuşam 1988-ci ilə qədər. Ümumiyyətlə, Qərbi Azərbaycan Azərbaycanın bir dilbər güşəsidir. Onun Göyçə mahalı, Dərəliyəz mahalı, Vedibasar mahalı, İrəvanı, Dərəşişəyi, bütün məkanı Azərbaycanlıların ayaq izini, Azərbaycanın tarixi irsini yaradan və yaşadan bir məkandır. 1988-ci ildən öncə mən ali təhsilimdən sonra aspiranturada təhsil almışam. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi Dilçilik İnstitutunun Müasir Azərbaycan Dili şöbəsində aspirant olmuşam. Qiyaba aspiranturanı bitirmişəm və 1986-cı ildə indiki elmi dərəcə ilə dedikdə filologiyada fəlsəfə doktoru elmi dərəcəsini almışam. Və sonra yenə doğma kəndimdə müəllim işləmişəm. Həm də dediyimiz kimi həmin məktəbin direktoru olmuşam. Erməni xislətinə, erməni məkirliyinə, orada yaşayanda tam gözümün önündə baş verirdi və görürdüm. Həm bir Azərbaycanlı kimi görürdüm, həm bir ziyalı kimi görürdüm, həm də Çəmbərək rayonunun, o cümlədən İrəvan şəhərində təhsil alanda o illərdə olan ictimai mühitin içərisində olan bir şəxs kimi görürdüm. Bax, siz pedaqoqsuz, peşəkar pedaqoqsuz. Yəni, hər kəsə bu ad deyilmir. Doğrudan da ömrünü təşəkkür edirəm. Bütün şam kimi yandırmışsınız. Yəni, gənc nəslin, bizim yeniyetmələrin, uşaqların elmə təhsilə gəlməsində təhsilsiz bir millətin gələcəyi yoxdur. Təbii. İbrahim müəllim, siz erməni xislətini bir pedaqoq kimi istəyirəm, bir psixoloq kimi. Çünki müəllimlər, güclü müəllimlər həm də güclü psixoloqdurlar. Psixoloq kimi, pedaqoq kimi erməni xislətini, o hayların xislətini nə vaxtdan görürdünüz? Ümumiyyətlə, hər birimiz əslən Qərbi Azərbaycanlı olan, Qərbi Azərbaycanda doğulub, böyüyən, yaşayan ermənilərin kim olduğunu aydın şəkildə gözləri ilə görür. Mən onu görmüşəm. Onların məkirliyində, onların
Azərbaycanlılara qarşı bəslədiyi kin qüdrəti də, hətta onlar bizə, təbii ki, biz türkük, bizə türk kimi müraciət edirdilər, o türkə də onlar nifrətlə o ifadəni işlədir. İlk dəfə türk sözünü onlardan eşitmişsiniz. Bəli. Digər tərəfdən, onların Qərbi Azərbaycanda mövcudluğunun qədim tarixi yoxdur. Bəli. Ermənilər Cənubi Qafqaza, o cümlədən indiki Ermənistan ərazisinə, yəni Qərbi Azərbaycan ərazisinə 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra İrandan və Türkiyədən köçürülüb yerləşdirilmişdir. Mən bir faktı qeyd etmək istərdim ki, 1831-ci il əhalinin kameral siyahıya alınmasında, Göyçə mahalında və konkret olaraq, dəqiq olaraq fikrimi ümumiləşdirərək deyərəm ki, Basar Keçər rayonunda cəmi 9 erməni yaşamışdır. Bu say tərkibi, çünki əhalinin kameral siyahıya alınması 1828-ci ildən sonra 29-30-cu illərdə aparılmışdır və 31-ci ildə artıq 1831-ci ildə rəsmi şəkildə o material dərc olunmuşdur. 1831-ci ilin adı ilə statistik məlumat kimi bu özünü Dərəçəkdə də göstərmişdi, Dərələzdə də göstərmişdi, Vedibasarda da göstərmişdi, Göyçədə də göstərilmişdi. Yəni bu mahalların ərazisində demək istərdim ki, barmaqla sayılası ermənilərə rast gəlmək olardı. Ermənilərin ora yerləşdirilməsini... Sanki onları bir toxum kimi atmışdılar. Bəli, çarizmin bir nömrəli siyasəti olubdur. Və onlar Qərbi Azərbaycan ərazisinə yerləşdirilsin. Və bunun da başında bu məsələnin ideoloji nöqtəsi kimi, ideoloji mərkəzi kimi onların kilsələri dayanır. Və Eçməzdin 3 kilsə, onu sonradan Eçməzdin adlandırılır. Hətta bu yaxınlarda bir mənbədə rəsmi şəkildə baxdım ki, Eçməzdin kilsənin adını İç kilsə olub tarixən onun adı. Deməli, bu 3 kilsə, İç kilsə Azərbaycanlılara məxsus olan bir ərazi də yaradılmışdır. Və ermənilər o ərazilərə yerləşdirilərkən say tərkibi ilə azlıq təşkil etmiş, zaman-zaman bunların sayı artmış və ən nəhayət onların məkirli siyasəti tarixin müxtəlif dönəmlərində Azərbaycanlılara çevrilmişdir, Azərbaycanlılara qarşı çevrilmişdir. Onlar məkirli siyasəti, onlar çox üzdən, özlərini yazıq, mehriban, sonra kimsəsiz kimi göstərirsə də onların daxilində bir nifrət hissi var idi Azərbaycanlılara qarşı, türklərə qarşı. Mən bunu gözlərimlə görürdüm. Mən bir faktı istərdim deyəm. 1988-ci il Çəmbərə rayonu Krasenselo adlandırıldı. O Böyük Oktyabr Sosialist İnqilabının şərəfinə qırmızı kənd belə hərfi tərcümə ilə o rayonun 19-cu partiya konfransı səhər saat 9-dan başlayan konfrans dan özü saat 4-də qutardı. Və onlar özlərinin daşnaq nümayəndəsini Hamlet Dallakyanı birinci katib seçdilər. Biz Azərbaycanlılar orada hansı istirapları çəkirdik, bunun tarixi danışsan, bəlkə də adamın dili dodağı quruyar. Və sonra da mən onu mətbuata çıxartdım. 24 noyabra gedən yol. İkinci bir fakt istərdim deyəm. Qərbi Azərbaycanda vaxtilə Azərbaycanlıların sayı çox olduğuna görə, ümumiyyətlə bütün ərazidə çox olduğuna görə onların Azərbaycanlıların yaşadığı kəndlərdə xəstəxanalar mövcud olmuşdur. Bəli. Bu xəstəxanalarda da Azərbaycanlılar istər həkimi də, istər ginekologu da, istər uşaq həkimi də Azərbaycanlılar olurdu. Bəli. Doğru özlərindən yerləşdirirlər ki, Azərbaycanlılar olurdu. Bəli. Bunlar öz pis niyyətlərini həyata keçirə bilmirdilər. Həmin xəstəxanaları bağladılar, rayon mərkəzinə apardılar. Statistik məlumatı apardıq. Bunu bizim kəndin həkimi tərəfindən o məlumat əldə elədik. Bizdə xəstəxana mövcud olduğuna, uşaq bizim kəndimizdəki xəstəxanada dünyaya gəldi, vaxtı ölümü 100-ün 1% təşkil edirdi. Amma rayon mərkəzində keçiriləndən sonra, Çəmbərə rayonunda mərkəzləşəndən sonra 100-ün 90-ı ölümlə nəticələnirdi. Azərbaycanlılar uşaq dünyaya gətirəndə... Bəli, onları öldürürdülər, xüsusilə oğlan uşaqlarını. Belə bunu inanın, bir Azərbaycanlı kimi mən bunu gözlərimlə görmüşəm. Və onu mətbuatda mən çap etdirmişəm o faktı. Rəqəmlərin dili ilə danışmışam.
üzr istəyirəm, bizim Qərbi Azərbaycandan gəlmiş bir xanım müəllimə çıxış edirdi. O xanım da dedi ki, onun övladını məhz ermənilər özü şahidi olub ki, öldürmək istəyirlər xəstəxanada. Bəli, bu inanın. Məsələn, ola bilsin ki, televiziya tamaşaçıları bu verilişə baxanda bəlkə də onların bəzilərinə inandırıcı gəlməsin. Lakin inanın, mən gözlərimlə görmüşəm və bunu eyni zamanda rəqəmlərin dili ilə mətbuata çıxartmışam. Onlar bizi çox adi bir xəstəliklə belə öldürürdülər. Qrija ilə, kör bağırsaqla. Təsəvvür edin ki, bizim kəndimizdə bir nəfər kör bağırsaqdan operasiya olmuşdu. Bağırsağını dəriyə tutmuşlar. Sarıbəkən adlı bir həkim. Adını da deyirəm. 1983-cü ildə, 82-ci ildə baş verənləri gördüm. İkinci bir hadisəni mən istərdim ki, televiziya tamaşaçıları bu faktlı öyrənsinlər, bilsinlər, onlara da məlum olsun. Qərbi Azərbaycandan olan Azərbaycanlılar hərbi xidmətə gedərkən, əgər hərbi xidmətdə ermənilər varsa, onların orada ölümü gələrdi. Onları çayda boğulardılar, çayda boğurdular təbii ki. Və bu da Qərbi Azərbaycanda ermənilərin Azərbaycanlılara qarşı yeritdiyi etnik siyasətin, etnik təmizləmə siyasətinin bir nömrəsi idi. Daha dəhşətli və dəhşətlisi idi. İnsana onlar və onlar insanlara qarşı, Azərbaycanlılara qarşı kin qüdrəti bu yollarla, müxtəlif vasitələrlə həyata keçirdirdilər. Bir məsələni istərdim deyəm, həm də yəni bu yaralı yerimizdir. Bu da bir tarixi həqiqətdir. Onu dinləyicilər, tamaşaçılar bilsələr yaxşıdır. Onlar insanlara həm fiziki cəhətdən məhv edirdilər, həm də mənəvi cəhətdən məhv edirdilər. Fiziki cəhətdən məhv edənləri həkimlərin əli ilə, axşamlar rast gələndə göstərdiyi fiziki zorakılıqla həyata keçirdilər. Mən özüm biraz bundan əvvəl dediyim ali təhsilimi Qədim Azərbaycan Şəhərvanında almışam. Onların bir yalançıq, onların iç yüzlərini görürsünüz. Bəli, o yalançıq bir 24 aprel onların soyqırma, yalan. Doğrudan da bunu artıq dünya ictimaiyyəti, vicdanlı tədqiqatçılar, Avropa tədqiqatçıları, hətta özləri belə ermənilərin içərisindən bəziləri onun yalan olduğunu göstərirdilər. Onlar əksinə 24 apreldə türk diplomatlarını öldürüblər. Bəli, o mən gözümlə görürdüm, mən İrəvan şəhərində bizi 24 apreldə dərsə gəlməyə icazə vermirdilər. Dekanlıq bizə deyirdi ki, dərsə gəlməyin. Həmin gün sizə qarşı? Bəli, bizə qarşı. İkincisi, 1987-91-ci il deportasiyası dövründə İrəvan şəhərində olan neçə Azərbaycanlını qətlə yetirdilər, qadınları qətlə yetirdilər. Və 1987-91-ci il sonuncu deportasiya dövründə 217 Azərbaycanlını qətlə yetirdilər. Oradan deportasiya olan Azərbaycanlıların əksəriyyəti 99 tam demə onda 9% belə tək-tək inanmıram onlar da buna nail olsunlar, nə isə də götürə bilsinlər. Bütün malı mülkü qaldılar. Əllərindən alındı. Onlara zor tətbiq elədilər. Onların əmləklərini maşına doldurub apardılar. Belə talan elədilər. Və bu ermənilərin Azərbaycanlılara qarşı göstərdiyi ən dəhşətli hadisələrdən biri idi. Deportasiya dövründə gecə saat 3-də kəndə hücum elədilər. Hətta bizim qonşu kənd Ağbulaq kəndi var idi. Onlar gecə saat 3-də Gil kəndinə gəlib, Gil kəndindən Topaşan deyilən dekabr ayının 17-sində oradan Gil kəndindən Topaşan deyilən bir yerdən Gədəbəyə aşmışdılar. Qarlı boranlı gündə. Halbuki bu insanlığa yaraşmayan bir hərəkət idi. Doğrudan da özlərini dünyaya yazıq, güya demokratik bir ölkə kimi tanıdırlar. Onlar bəlkə də demokratiyadan, insanlıqdan kənar hərəkətləri elədilər. Onu Qarabağda göstərdilər, bizim Xocalamızda göstərdilər, bizim Kərkicahanda göstərdilər, Xankəndimizdə göstərdilər, Şuşadımızda göstərdilər. Eyni zamanda Qərbi Azərbaycandan 22 rayondakı yaşayan Azərbaycanlılar 1987-91-ci ildə bir nəfər kimi deportasiya olundu. Sonuncu deportasiya avqust ayının 8-də 1991-ci ildə
qəhrəmanlıqla sinə gərib dayanan Nüvədi kəndi oldu. Meğri rayon Nüvədi kəndindən deportasiya olundu. Və bu erməni xislətinin bir neçə formasını biz burada danışdıq, söhbət elədik və onun daha bariz nümunəsi həm də Qərbi Azərbaycanlarda Azərbaycanlılara məxsus olan tarixi abidələrin, yaşayış məntəqələrinin həm adlarını dəyişdilər, tarixi abidələrini məhv elədilər. Məqsəd də Azərbaycanlıların həmin ərazidə köklü sakin olduqlarını danmaq idi. Əlimizdə tarixi mənbələr var, xəritələr var, statistik məlumatlar var. Onların ən etibarlılarından biri də 7-ci əsr abidəsi Kitab-ı Dədə Qorqud dastanıdır. Kitab-ı Dədə Qorqud dastanında Altıntaq yaşayış məntəqəsinin adı çəkilir. Altıntaq yaşayış məntəqəsi Kəbər rayonunda, sonra da Kamo rayonu adlandırıldı. İndi onu qavar eləyiblər. Qavar güya ki mahal deməkdir. Elə qavar elə Kəbər sözü. Qədim türk tayfasının adıdır. Kəbər rayonunda yerləşir. 18-ci əsrin mənbəyində bunu həm Rus dilli mənbədə Chopin'in əsərində, həm erməni dilli mənbədə Zaven Gorgodyanın əsərində 1728-ci ilin İrəvan əyalətinin icmal dəftəri Azərbaycan dilli mənbədə də Altıntaq yaşayış məntəqəsinin adı çəkilir və onun illik gəliri 4200 akçe olub. Təsəvvür eləyin ki, Kitab-ı Dədə Qorqud dastanında 7-ci əsr abidəsi olan orada Altıntaq yaşayış məntəqəsinin adı çəkilir. Artıq 18-ci əsr yazılı mənbələrində Altıntaqın yaşayış məntəqəsi qiymətlə gəliri göstərilir. Deməli, o ərazinin köklü sakinləri Azərbaycanlılar olub, Dədə Qorqudun Oğuzları olubdur və sonradan Oğuz tayfaları olub. Bəli, Oğuz tayfaları olub. Zaman 1828-ci ildən sonra dediyimiz məlum sülh müqaviləsindən sonra ermənilər xaricdən indiki Ermənistan ərazisində, o cümlədən Cənubi Qafqaza, Qarabağa, bizim Qarabağ ərazimizə də köçürülüb yerləşdirilmişdir. İbrahim müəllim, siz vaxtaşırı mətbuatda, o cümlədən bizim Xalq qəzetində bu barədə yazırsınız. Çox sağ olun ki, xalqımıza, el-obuya bu həqiqətləri çatdırırsınız. Vaxtaşırı olaraq mən sizin elmi publistik məqalələrinizi oxuyuram və görürəm ki, nəinki insanlarımıza olmuş soyqırımı, dağlara, daşlara, ümumiyyətlə, bütün Qərbi Azərbaycan ərazisinə qarşı qənim kəsilən ermənilərin iç yüzünü açıqlayırsınız. Bax, bu günlərdə sizin toponimlərimizlə bağlı, Qərbi Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə bağlı məqalənizi oxudum. Bax, bununla bağlı da istəyirdim sizin fikrinizi bilim. Toponimlə tarixin daş yaddaşıdır. Bir ərazinin tarixini öyrənmək üçün ən etibarlı qaynaqlardan biri toponimlərdir, arxeoloji materiallardır, tarixi, maddi, mədəni irsimizdir. 7-ci əsrdə Kitab-ı Dədə Qorqud dastanında Göyçə gölünün adı çəkilir. Şörəyəl, hansı ki Ağbabadır, mahalıdır. Şörəyəl bölgəsinin, orada Gümrüdə ora daxildir. Eyni zamanda digər bölgələr, Qızılqoç, Quqasyan da deyirlər, ona indi sonra adlandı. Qızılqoç rayonunun, Düzkənd rayonunun əraziləri Şörəyəl bölgəsidir. O Kitab-ı Dədə Qorqud dastanında adı çəkilir və bugün özlərinin adlandırdığı Sevan gölü əslində tarixən Sevan gölü adında bir göl olmuyor. Göyçə gölü olub, bu da Dədə Qorqud dastanında aydın şəkildə göstərilir. Göyçə gölü də tarixin bir sübutudur ki, ərazi Azərbaycanlıların, qədim Azərbaycanlıların tarixi yurdu olub. O ki qaldı tarixi abidələrə, maddi mədəni irsimizə, toponimlərə və onlara bir ermənilər səlib yürüyüşü sanki təşkil edirlər. İrəvan şəhərində neçə məscidləri dağıtdılar, neçə karvansaları dağıtdılar. Tarixi abidələrimizi yerlə yeksən elədilər. Sonuncu qalan Göy məscidi, Fars məscidi, Farsların məscidi kimi təqdim eləməyə çalışdılar. Təbii ki, bu cəhdləri də boşa çıxdı. Çünki orada Azərbaycanlıların əlinin izləri var. Mən İrəvan şəhərində təhsil alarkən Göy məscidinin ətrafında çox olmuşam və onu görmüşəm. Sanki onun yanından keçəndə bir Azərbaycanlı nəfəsində obrazlı ifadə ilə desəm,
Azərbaycanlı nəfəsini mən duyurdum. Arxeoloji qazıntıların Qərbi Azərbaycanda Azərbaycanlı aparmayıblar. Ermənistanda, indiki Ermənistan ərazisində Azərbaycanlıların yaşadığı yerlərdə arxeoloji qazıntılar aparılmayıblar. Niyə? Çünki orada ermənilərə aid hər hansı bir şeyin tapılması absurddur, xülyadır. Ona görə aparmayıblar. Toponimlərə gəldikdə isə onu qeyd etmək istərdim ki, Qərbi Azərbaycan ərazisində tarixən erməni tədqiqatçıların, erməni araşdırıcılarının özünün topladığı materiallara biz fikir verdik. 1932-ci ilin materialına biz fikir verdik. Qərbi Azərbaycan ərazisində 2310 yaşayış məntəqəsi olub. Bu Zavan Qırqodyan əsərində qeyd alınıb. Biz onun üstündə araşdırmalar apardıq. Və 2310 toponimin 2000'i sırf Türk mənşəlidir. Azərbaycan dili ilə açılır, mənası izah edilir. Qədim Türk dilində işlənən sözlər əsasında açılır, izah edilir. Və bu onu göstərir ki, o ərazi kimə məxsusdur? Yəni Azərbaycanlılara məxsusdur. Digər tərəfdən, əgər həmin ərazinin köklü sakinləri ermənilər olsaydı, orada hər hansı bir erməni dilli tarixən, təbii ki, indi var dəyişiklər, o da qondarma dəyişmədir, kalka yolu ilə dəyişmədir və s. və ilə axır başqa yollarla həyata keçirməyə çalışırlar, alınmır. Onda tarixən orada bir erməni dilində olan bir toponimə rast gəlmək olar. Mümkün deyil. Tapılmır. Bunların özləri vaxtı ilə topladığı materialların üzərində biz bu fikrimizi ümumiləşdirmişik. Qərbi Azərbaycan toponimləri ilə bağlı araşdırma təbii ki, bir peşəkarlar tərəfindən aparılmasına xüsusi diqqət göstərilməlidir. Çünki hər bir adam doğrudur, öz yaşadığı torpağa, istəyi ilə, ora bağlılığı ilə hər hansı bir fikir söyləyə bilər. Lakin bəzən o düzgün elmi nəticə, elmi qənaətə gəlib çıxmağa imkan vermir. Hər bir toponimin izahında elmi bir həqiqət dayanmalıdır, elmi bir prinsip dayanmalıdır. Bu elmi prinsipə biz əsaslanmaqla Qərbi Azərbaycanın, hansı ki biz digər tədqiqatçılarda da biz bunu gördük, oranın toponimlərinin köklü sakinlərin Azərbaycanlı olduğunu təsdiq eləyir həmin toponimlər. Əgər elə deyilsə, nə üçün Göyçə gölün adını Sevan elədilər? Nə üçün İrəvanın adını Yerevan elədilər? Niyə, məsələn, həmin ərazidə olan Dərəcçə kəninin adını Zaqqazor elədilər? Niyə Zəngibasar rayonunun adını Masis elədilər? Və bunlara biz baxırıq. Niyə həmin ərazidə yenə başqa bir yaşayış məntəqəsinin adını dəyişim? Toğulca kəninin, doğulduğum Toğulca kəninin adını Draxtik elədilər? Niyə Basır Keçərin adını Vardenis elədilər? Çəmbərəyin adını Krasnoselo elədilər? Kütləvi sürətdə bütün adlar. Belə kütləvi şəkildə. Bu dəyişdirməyin yeganə məqsəd həmin ərazidə Azərbaycanlıların olduğunu danmaqdır. Dünyaya o cür təqdim edirlər. Və çox təəssüf ki, onların müəyyən qədər yalanlarına dünya inanır. İndi ki, bizim bu tədqiqatlarımız və digər hörmətli həmkarlarım, hörmətli bu sayədə tədqiqat aparan araşdırıcılarımız ki, bu tədqiqatları aparır və dünyaya çatdırırıq bunu, çatdırmağa cəhd edirik və onların yalanları üzə çıxır. Görünür ki, onlar nə qədər yalanlar içərisində həm tarixini qurublar, yalanlar içərisində ölkəsini qurublar. Tarixdə ermənilərə məxsus dövlət olmuyor. İlk ermənilərə məxsus dövlət 1918-ci ildə Daşnaq Ararat Respublikasının yaranması ilə başlayır. Ondan əvvəl tarixdə bir müstəqil erməni dövləti olmuyor. Və sonra da 1920-ci ildə isə Sovet Rusiyasının əlindən Ermənistan SSR deyilən bir dövlət yaratdılar. Ümumiyyətlə ermənilərin Azərbaycanlılara qarşı nifrəti, soyqırımı, çarizm ilə bolşevizm siyasətinin birgə ideoloji xidmətinin nəticəsidir. Siz Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvüsünüz. Hal-hazırda oradakı işlərinizlə bağlı nə deyə bilərsiniz və bundan da verilişimizi yekunlaşdıraq? Qərbi Azərbaycan İcması tarixi bir zərurət idi. Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Başqanından cənab İlham Əliyev 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasında bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşdü
və o proqram xarakterli nitq söylədi. Və həmin nitq bizə, tədqiqatçılara yaradıcılıq istiqaməti verdi, yol xəritəsi verdi və Qərbi Azərbaycan icmasının yaradılmasını xeyir duasını verdi. Bir haqq, dünyaya olan bir haqq səsi idi. Qərbi Azərbaycan icması bugün çox məhsuldar fəaliyyət göstərir. Onun idarə heyəti də, onun idarə heyətinin ayrı-ayrı şuraları var, Qadınlar Şurası var, sonra Gənclər Şurası var. Çox fəal və lazımlı işlər görülür. Və Qərbi Azərbaycan icması Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz üzərinə düşən öhdəliyi çox bacarıqla həyata keçirir. Bu onu göstərir ki, Qərbi Azərbaycan icmasında aparılan iş çox planlı, istiqamət verici və nəticə yönümlüdür. Qərbi Azərbaycan icmasında Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Başkomandan cənab İlham Əliyev görüşündə mən də iştirak elədim. Və mənə həyatımda ən xoşbəxt günlərimi hesab elədim. Ən xoşbəxt günlərimi yaşadım ki, cənab Prezidentimiz öz Qərbi Azərbaycanla bağlı fikirlərini öz qulaqlarımla eşitdim. Və bu həyatda yaşadığım ən xoşbəxt dəqiqələr idi. Mən inanıram, cənab Prezident Müzəffər Ali Başkomandan İlham Əliyev həmin nitqində, çıxışında çox bir əminliklə dedi. Əminəm ki, biz o yurtlara qayıdacağıq. Biz öz torpağımızın becərilməsini gözləyəcəyik. Biz orada bulağımızı, quruyan bulağımızın suyundan içəcək. Bizi gedəndə sanki o bulaqlar da axacaqdır. Koroğlu qəhrəmanlarını yetirən bir yerdir. Kitabı Dədə Qorqud dastanında Dədə Qorqud deyir, biz Göyçə gölündə abdəst alacağıq. Və inanıram, mən də bir ziyalı kimi inanıram. İnanıram ki, bizim Qərbi Azərbaycana dönüşümüz realdır. Biz öz yurtlarımıza qayıdacağıq. Sizin kimi ziyalılar hər zaman xalqla təmasda olmalıdır. Xalq həqiqətləri hər zaman dönə-dönə, təkrar-təkrar dinləməlidir, bilməlidir həqiqətləri. Sağ olun. Əziz tamaşaçılar, verilişimiz başa çatdı. Bugünkü müsahibim Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü İbrahim Bayramov idi. Sağ olun, sağlıqla qalın.